Salam değerli izləyicilər, amnistiya aktı ilə bağlı çox vacib və təcili bir xəbəri diqqətinizə çatdırıram. Videonu paylaşa bilərsiniz və burada üstəgəl işarəsinə bir dəfə toxunaraq kanalımıza abunə ola bilərsiniz. Amnistiya aktı hansı müddətdə icra olunacaq? Bununla bağlı Milli Məclisdə deməli aktın elan edilməsi məsələsi müzakirəyə çıxarılıb. Məsələ müzakirələrdən sonra səs verməyə qoyularaq qəbul edilib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən amnistiya təşəbbüsünün 20.000 vətəndaşa şamil edilməsi gözlənilir. Milli Məclisin komitə sədri Əli Hüseynli bugün keçirilən plenar iclasda amnistiya ilə bağlı qərar layihəsinin müzakirəsi zamanı bildirib ki, son 30 il ərzində imzalanmış 71 əfv fərmanı ilə 10.000-dən artıq məhkum azadlığa buraxılıb. Onun sözlərinə görə qəbul edilmiş 12 amnistiya qərarı isə 130.000-dən çox şəxsə şamil olunub. Prezident İlham Əliyevin Konstitusiya və suverenlik ili münasibəti ilə Milli Məclisə təqdim etdiyi amnistiya qərarının layihəsi əhatə dairəsinə görə Azərbaycanın müstəqillik dövründə ən geniş miqyaslı amnistiya sənədi kimi qiymətləndirilir. Qərarın ümumilikdə 20.000-ə yaxın şəxsə şamil ediləcəyi gözlənilir ki, onlardan 5.000-dən çoxunun azadlıqdan məhrum etmə cəzasından azad olunacağı bildirilir. Avropa Parlamentinin arzuladığı Azərbaycanda dövlət, xalq, konstitusyon quruluş əleyhinə çıxış etmiş və məsuliyyətə cəlb olunmuş, məhkum olunmuş şəxslərə nə bu amnistiya aktı, nə də gələcək amnistiya aktları şamil ediləcək. Amnistiya aktının 3-cü və 4-cü hissələrində hüquqi qüvvəsi və tətbiq qaydaları əks olunur. Qərar qəbul olunduğu gündən qüvvəyə minəcək və onun icra müddəti 4 aydır. Əminliklə söyləmək olar ki, bu qərarın daha tez icrası təmin ediləcək deyə komitə sədri bildirib.